Deməli, sıralar mövzusu ilə davam edirik. Vurğuladığım kimi 20-ci sualdan hardasa 53-cü suala qədər sıranın yığılması, sıranın yığılma radiusu tipli suallardır. 20 nömrəli sualda yığılma radiusunun necə tapılmasını ümumi bir izahatını verim. Yəni o bir suallarda artıq avtomatik olaraq yazacağım, yəni geniş izahat verməyə ehtiyac qalmayacaq. Deməli, nə etməliyik? Bir dənə sıranın özünə baxaq. Bax, bu sıranı biz x dəyişən olduğuna görə bu funksional sıradır. Sıranın yığılması, yəni sıranın sonlu cəminin olması anlayışına gəlir. Bunu Cn vurulsun x üstü n şəklində nəzərə alsaq, sıranın yığılma radiusu tapmaq üçün r bərabər olur limit Cn, yəni n-ci hədd bölünsün n plus 1-ci hədd. Və hər şey bu limitdən asılıdır ki, bu limitin qiymətinə uyğun biz radiusu tapırıq. Cn, n-ci həddimiz burada nədir bizim? 1 bölək n faktorial. Bəs n plus 1-ci həddimiz hansı olar? O da olar 1 bölək n plus 1 faktorial. Bu limiti hesablamalıyıq. Hesablayaq. Burada n üstə gəl 1 faktorial bölünsün n faktorial qalar, düzdür? Və n plus 1 faktorial nədir? N faktorial vurulsun n plus 1 deməkdir. Deməli, burada baxın, n plus 1-lər, n faktoriallar getsə, n plus 1 qalacaq. Limit n sonsuzluğa yaxınlaşanda da n plus 1-niz nəyə bərabərdir? Sonsuzluğa. Deməli, bu radius nə verdi bizə? Sonsuzluq. Burada sonlu ədəd olsaydı, deməli, cavabımız da o şəkildə olardı. Digər sualda qüvvət sırasına ayırın deyik. Burada xatırladaq. Necə ayırmalıyıq? Birinci, funksiyanın verilən A nöqtəsindəki qiyməti, daha sonra funksiyanın birinci tərtib teoreməsinin A nöqtəsindəki qiyməti bölək 1 faktorial vuraq 1 dənə x. Bu qayda ilə də davam edirik. İkinci tərtib teoreməsi A nöqtəsində bölək 2 faktorial vuraq x-in kvadratı, yəni qanuna uyğunluq bu şəkildə davam edir. Birinci həddi tapmaq mənə gəlir misalı bitirmək kimi bir şeydir. Funksiyanın A bərabər 0 nöqtəsindəki qiyməti, yəni 3 üstü 0 nəyə bərabərdir? 1-ə. Deməli, birinci həddimiz 1 olmalıdır. O da zaten bir misalda var. Amma bir dənəsini də yoxlamaq istəsəz, 3 üstü x-in teoreməsi 3 üstü x elin 3-dür. Yazmalıyıq burada bölək 1 faktorial vuraq x. 3 üstü 0 da nədir demişdik? Elə 1-dir demişdik. Deməli, buradan elin 3 vuraq x qalır. Daha da dəqiqləşdirdik cavabı. Amma ehtiyacı yox idi. Zaten öyrənmək məqsədi ilə elədik. Sıranın yığılma radiusu. Yenə də bayaqki qaydaya əsasən biz bunu tapa bilərik. Eyni qayda ilə yenə yazırıq. R bərabərdir limit Sn bölək Sn plus 1. Qısa olaraq yazacağım. N-ci həddimiz nədir? N faktorialdır. N plus 1-ci həddimiz də N plus 1 faktorialdır. Və bunu da açıq şəkildə yazsaq, N faktoriallar gedər, qalar məxrəcdə N plus 1. N plus 1, N sonsuzluğa yaxınlaşanda nəyə yaxınlaşırdı? Məxrəc sonsuzluğa getdiyi üçün 0-a. Deməli, radiusumuz oldu 0. 23 nömrəli sual olduqca maraqlı sualdır. Bu sualdan bir dənədir. Bu sualın izahatını əslində mən biraz uzun yolla gedərdim. Amma Gemini mənə bir yaxşı, qısa bir yol göstərdi. Əslində xoşum gəldi. Necə edə bilərik? X kiçikdir 1 bizə nəyi xatırladır? Sonsuz azalan həndəsi silsiləni xatırladır. Və sizin düstur necə idi? B1 bölünsün 1 minus Q idi. Düzdür, sonsuz azalan həndəs silsilədə. Sonsuz azalan həndəsi silsilə olması üçün, baxın, bu nəyin teoreməsidir? Bir dənə buna fikir versək, bu nəyin teoreməsidir? Bu x üstə gələk, x-in kvadratı, üstə gələk, x-in kubu, üstə gələk, x üstü 4. Belə bir sıranın teoreməsidir, düzdür əslində. Və bu sıra, bu sonsuz həndəsi silsilə düsturunu tətbiq eləsək, haradakı bu hədd birdən kiçikdir. Onda necə olurdu? Birinci hədd bölünsün 1 minus
x. Daha doğrusu gəlin burada bir düzəliş eləyim. Burada birinci həddi 1 olaraq qəbul edə bilərəm. Niyə? Çünki 1-in törəməsi 0 eləyir. Yəni hesab eləyin ki, bundan qabaq 0 gəlmişdi. Daha sonra isə 1, x-in törəməsi 1, x kvadratın törəməsi 2x bu şəkildədir. Yəni bu funksiya 1 bölək 1 minus x funksiyasıdır. Onda bunun törəməsi də, yəni 1 böl 1 minus x-in törəməsi elə bizim axtardığımız sıranın cəmini verməlidir. Və bu funksiyadan gəlin törəm alaq. 1 böl x-in törəməsi nədir? Mənfi 1 bölək 1 minus x kvadratı və bu məxrəcdən də bir dənə törəm alsaq 1 çıx x-in törəməsi mənfi 1 eləyər. Və bu mənfilər də bir-birini aparsa cavabda 1 bölək 1 minus x kvadrat ifadəsi qalacaq. Sualdan bir də nə idi onsuz da? Amma törəmənin köməyi ilə bu sıranın cəmini bu qayda ilə tapa bilərik. Sonraki suallarımıza baxaq. Sıranın yığılma oblastını tapın. Yığılma oblastı nə deməkdir yoldaşlar? Yığılma oblastı üçün bizə birinci yığılma radiusu lazımdır. Və bunu da mən bayaq qaydasını izah etdim. Birinci radiusu tapaq. Limit Sn bölək Sn plus 1 qaydası ilə yenə gedək. Burada mən bu həddi götürəcəm. Yəni Sn olaraq onu götürə bilərəm əslində. Olur 1 bölək n-in kvadratı bölünsün 1 bölək n üstə gələk 1-in kvadratı. Bu limit bizə nəyi verir? N plus 1 böl n-in kvadratı. Və bu limitdə nəyə bərabərdir? 1-ə bərabərdir. Deməli, bizim yığılma radiusumuz neçədir? 1. Daha sonra nə edirik? Daha sonrası bu funksional sırada iştirak edən bu x-a baxırıq ki, x modulca kiçikdir r. Yəni, x kiçikdir 1. Burada x hansı intervalda qiymət alır? Mənfi 1, müsbət 1 moduldan çıxarma qaydasını bilirik. Və bu zaman bu uc nöqtələrdəki qiymətləri biz yoxlasaq, o uc nöqtələrdəki qiymətləri də funksiya sırası yığılandı, funksional sıra yığılandı. Ona görə də biz interval yox, bu parçanın özünü tam dəqiqliklə götürə bilirik. Bəzi nöqtələr olacaq ki, funksional sıra onun kənar aldığımız qiymətlərdə ödənməyəcək. Məsələn, bu misala baxaq. Yenə də birinci yığılma radiusunu tapmaq lazımdır. Limit Cn bölək Cn plus 1. Yəni bu hansıdır? Cn 1 bölək 7 üstü n, Cn plus 1 isə 1 bölək 7 üstü n plus 1-dir. Və burada aydın məsələdir ki, buradan qalar cavab 7. Yığılma radiusumuz 7-dir. Deməli, biz yazırıq modul x kiçikdir 7-dən və modulunda həll etmə qaydasını bilirsiniz ki, bu mənfi 7 müsbət y arasındadır. Ən azından buradan görünür ki, mən bura 7 yazsam, 7 üstən 7 üstənlər islah getsə, orada 1-lər qalar və sonsuz sayda 1-i toplamaq mümkün deyil. Yəni, sonsuz sayda 1-in toplamasında alınan sıra yığılan sıra deyil. Ona görə artıq bu ucu nöqtələr daxil deyil. İnterval şəklində qalır cavabınız. Sıranın yığılma oblastını tapın. Yenə sualımız belədir. Birinci yığılma radiusunu tapmalıyıq. Yenə də əyri tapmalıyıq. Hər halda yenə mən o qaydanı yazım. Cn-imiz nədir? Cn-imiz bizdə 1 böl n-dir. Cn plus 1 də 1 böl n plus 1 olacaq. Və buradan nə qalır? N plus 1-in n-ə nisbəti bu limitdə nəyə bərabərdir? 1-ə bərabərdir. Yığılma radiusumuz 1 oldu. Deməli, mən bu ifadəni indi götürüb yazmalıyam ki, x üstə gələk 3 modulca kiçikdir 1-dən. Modulda atanda x üstə gəl 3 kiçikdir 1-dən, böyükdür mənfi 1-dən. Və 2 qat bərabərsizlik əsasında alıram ki, x kiçikdir 1-dən 3 çıxsam, mənfi 2 böyükdür mənfi 4. Uc nöqtələrini yoxlasaq, uc nöqtələrdə bu sıra yığılan deyil. Onsuz da uc nöqtələrin daxil olduğu digər bir variant da yoxdur. Ona görə heç yoxlamasam da olar. 27 nömrəli sual. Yenə də sıranın yığılma oblastı soruşulur. Yenə də r bizə lazımdır. Faktorialla baxsaq, limit n yaxınlaşır sonsuzluğa. Sn-inci həddimiz 2n minus 1 faktorial.
O birisi ise 1 bölü 2 n minus 1. Burada da olmalı. N plus 1. Bir tane düz yazım. N'in yerine n plus 1 yazmalıyıq. Belə bir ifadə alırıq. Bərabərdir. Qəribə bir şey aldım. 2n üstə gələk 2 çıx 1. Nə verir? Üstə gəl 2 çıx 1. Üstə gəl 1 verir. Onda sürətdə 2n plus 1 faktorial. Aşağıda isə 2n çıx 1 faktorial. Və burada aydın məsələdir ki, sürət məxrəcdən böyükdür. 2n minus 1 faktorial 2n plus 1 faktorialın içində var. Əlavə olaraq burada qalır 2n, bir dənə də 2n plus 1 və n sonsuzluğa gedəndə çox güman ki, bu sonsuzluğa gedir. Deməli, bizim yığılma radiusumuz r sonsuzluq olduğundan elə intervalımız da mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında olur. 28 nömrəli sual. Burada biraz əmsal, biraz qəribədir, amma yenə də yazmağa çalışaq. Limit n yaxınlaşır sonsuzluğa. SN-in SN plus 1-ə nisbəti. Yenə də hər dəfə bunu öyrəşəsiniz deyə dönə-dönə təkrar yazıram. SN-imiz nədir? SN-imiz 3 üstü n bölünsün kök altında 2 üstü n-dir. SN plus 1-imiz isə bunun əksi olduğu üçün deməli burada yeri dəyişəcək. Birbaşa yaza bilərəm də. 3 üstü n plus 1 burada olacaq. Kök altında 2 üstü n plus 1 isə burada olar. Və burada ixtisarlarımızı aparsaq nə qalar? Kök altı 2 yuxarıda qalar, 3 isə aşağıda qalar. Və burada sadəcə x var. Deməli, modulda x kiçik olacaq. Kök altı 2 bölək 3-dən. Bu da hansı variantda var? Mənfi müsbət olan variantımız yalnız bir variantda var. Cavabı aldıq. Sıranın yığılma oblastını tapın. Çətin sual deyil, bayaqdan yazdığımız suallarda Cn və Cn plus 1 nisbətinə həmişə diqqət eləyək. 1 böl n faktorial, 1 böl n plus 1 faktorial. Yerini dəyişsəm, n plus 1 faktorial yuxarıda olar, n faktorial aşağıda olar. Və ixtisar gedəndə də n plus 1 qalacaq. N plus 1 də ki, n sonsuzluğa gedəndə sonsuzluğa gedir. Deməli, bizim radiusumuz sonsuzluq olduğundan oblastımızda mənfi sonsuzluq, müsbət sonsuzluq hər bir şey ola bilir. 30 nömrəli sualda yenə yoxlayaq. Bir dənə burada diqqətli olaq ki, səhv eləməyək. Cn-in Cn plus 1-ə nisbəti. Cn 1 bölək n-in kubudur. O birisi isə 1 bölək n plus 1-in kubudur. Buradan da n plus 1 böl n-in kubu qalır. Və bu limit nəyə bərabərdir? N sonsuzluğa gedəndə təbii ki 1-ə. Və yazıram bax bu hissəni. Modulda x çıxaq 2 kiçikdir 1-dən. Modulun açılışından nə qalır? X çıx 2 kiçik 1 böyük mənfi 1. X kiçikdir 3-dən böyükdür 1-dən. 1-3 aralığı neçə variantda var? Bir variantda var. Bir variantda var olduğuna görə mən bunu heç uc nöqtələrin daxil olmadığını yoxlamasam da olar. Yəni ona vaxt aparmasam olar. Yığılma oblastı. Bu n faktorialdan olan əmsala baxmışdıq. Cn bölək Cn plus 1 n faktorial n plus 1 faktorialda. N faktorial n plus 1-in içində olduğuna görə 1 bölək n plus 1 qalır. Bu limitdə nəyə gedir? Bu limitdə 0-a gedir. Deməli, bu radius r 0-dır. X çıx 5 modulca kiçikdir 0. Bu tənliyin həlli nədir? Bu tənliyin həlli ilə yalnız x bərabər 5 ola bilər də. 5. Mən yenə deyirəm, burada biz kiçikdir yazırıq, kiçikdir. Amma aldığımız, indi burada təbii ki deyə bilərsiniz ki, modulda x minus 1 heç vaxt kiçik olmur. Biz burada müəyyən bir interval almalıyıq. Hansısa bir interval, daha sonra isə intervalın uc nöqtələrindəki qiyməti yoxlayırıq. Ona görə də ən yaxşısı mən bunu bərabərlik həll şəklində götürürüm ki, əvvəldən. Sonra siz orada çaşqınlıq yaranmasın ki, bəs mən uc nöqtələrdəki qiyməti yoxladım, yoxsa yoxlamadım. Yəni, yalnız burada bərabərlik halına görə götürdüm ki, bir halda bu qiymət mümkündür. Yəni, məqsədi burada cavabın düzgünlüyünü gətirib yerinə qoymaq deyildi.
32 nömrəli sual yenə də yığılma oblastını tapın deyə soruşur. Ardına baxıram. Yığılma oblastı soruşulur yenə sizdən. Cn plus 1. 1 bölək 5 üstü n. 1 bölək 5 üstü n plus 1. Buradan nə qalır? Buradan 5 qalır. Baxıram burada x-a. Modulda x kiçikdir 5. Bu sualdan bayaq bir dənə var idi. 7 üstü n ilə olan var idi, xatırlayırsınızsa. X kiçik 5, x böyük mənfi 5 götürürəm. Və ucu nöqtələrdəki qiymətlərdə baxsam. Məsələn, 5-in özünü görsəm, görürsünüz 1 alınır orada. 1. Sonsuz sayda 1. Sonsuz sayda 1-i toplaya bilmirik axı. Yəni bu yığılan olmur. Yığılan olmur deyə bu intervalları biz götürməyimizə heç ehtiyac yoxdur. Yəni 5 və mənfi 5-in heç birisi daxil deyil əslində. Cavab mənfi 5 ilə müsbət 5 olur. 33 nömrəli sual. Yenə də sıranın yığılan olma oblastı bizdən soruşulur. Yenə də Cn plus 1 qaydasını tətbiq eləyək. N-ci hədd, bir dənə buradan dəqiq baxım. N üstü n-dir hətta. N üstü n, burada isə n plus 1 üstü n plus 1. Belə bir şey alınır. Və burada çox güman ki, məxrəc sürətdən böyükdür. Məxrəc daha sürətlə sıfıra yaxınlaşdıq. Daha doğrusu böyüklüyünə görə bu limit nəyə gedir? Sıfıra gedir. Bu limit sıfıra gedirsə elə onda modul x da kiçikdir. Yəni yenə deyirəm, mən burada kiçikdir sıfır olaraq deyib sıfır götürəndə yəni çaşqınlıq yaranmasın ki, axı bəs bunun həlli yoxdur. Ona görə yəni yenə deyirəm, biz burada aldığımız həllərdə həmişə uc nöqtələri yoxlayırıq. Yəni yalnız x bərabər 0 halı burada ödənilir. Başqa heç bir hal bu zaman ödənmir. Sıranın yığılma oblastı. Yoldaşlar 50 neçəyə qədər əgər bu sualımız varsa, yenə də dediyim kimi bu qayda ilə biz bunu davam etdiririk. Cn plus 1 yenə də yazdım. 1 bölək 2n çıx 1 faktorial bölünsün 1 yenə də burada. Bayaq bundan yazmışdım. N plus 1 olanda burada 2n plus 2 minus 1 plus 1 yaranmışdı. Belə bir şey yaranmışdı. Və burada bu daha böyükdür. Plus 1'in faktorialı. Burada isə 2n minus 1 faktorial. Minus 1 plus 1'in içində var. 2n plus 1 qalır hətta. Ona görə bu nəyə gedir? Sonsuzluğa gedir. Radius sonsuzluğa gedirsə, onda oblastda elə mənfi sonsuzluq, müsbət sonsuzluqda qısa olaraq dedim. Yəni bir neçə sual əslində deyib də saxlaya bilərəm. Sadəcə bu mövzu son mövzulardan olduğuna görə daha yaxşı anlamağınıza hədəfliyəm. Cn plus 1 qaydası ilə yenə davam edək. N-ci həddimiz nədir burada? 1 bölək n-in kubu 3 üstü n. Burada isə 1 bölək n plus 1'in kubu 3 üstü n plus 1. Görək burada nə qalır? Maraqlı bir şey qalacaq. 3 üstü n plus 1 n plus 1'in kubu. Aşağıda isə 3 üstü n'in kubu. N üstü n daha doğrusu. Bir dəqiqə özümlə qarışdırdım. Düz demişdim kubu. Bunlardan yalnız 3 qalır. Burada isə limit 1 eləyir. Limit 1 eləyir. Deməli 3. Radiusumuz 3'dür. Nə yaxşı. Modulda x çıxaq 4 kiçikdir 3 bərabərsizliyinin həllində x çıx 4 kiçikdir 3-dən böyükdür mənfi 3-dən yazıb davam eləsəm, ardında da nə yazıram? Ardında da yazırıq ki x kiçikdir 7-dən böyükdür 1-dən. Neçə variantda var? Yalnız bir variantda var. Ona görə uc nöqtələrini heç yoxlamıram. Davam edək. Sonraki sualımız yenə də bu qayda ilə davam eləyə bilirik. Yazıram, Cn-i yazıram. Həmişə x olan hissəni kənara qoysam, Cn-i artıq biz oradan rahat görə bilirik. Deməli, nədirsə, onun özü hər şey olduğu kimi elə bizim Cn-imiz olacaq. Kök altında 3 üstü n. Cn plus 1 isə n plus 1-dən və bunun tərsi. Artıq yəni bunlar sadə bir şeylərdir. Yəni bunun üzərində çox dayanmaq istəmirəm.
N plus 1 yazsam 2n plus 1 bu eləyər 2n plus 3 düzdür? Kvadratı. Bölünsün. 2 üstü n plus 1 bir dənə də 3 üstü kök altı 3 üstü n plus 1 belə bir şey olmalıdır. İndi baxaq görək burada nə gedir, nə qalır. 2-lərin biri gedir, 1 bölü 2 məxrəcdə qalır. 3 üstü n'lər getsə bir dənə kök 3 sürətdə qalacaq. Bir də ki bu limitə fikir versək, bu limit elə 1 eləyəcək. Biz onsuz da bu ixtisarları ona görə yazırıq ki, nəticədə limiti alaq. Və buradan görün nə alıram? Kök 3 bölü 2 aldım da sadəcə. İndi qayıtdım bu x-a. Modulda x kiçikdir kök 3 bölək 2. Moduldan da çıxarsam mənfi müsbət. Yaxşı, indi gəl baxaq. Əgər bunun uc nöqtələrinin verilən intervalı varsa, mən bunun yığılanlığını araşdırardım. Amma yenə də yoxdur. Yoxdursa onda mən elə bunu cavab olaraq qəbul edirəm. Maraqlı sualdır. Yığılma oblastını araşdıraq. Cn plus 1. Cn'imiz 3 üstü n. Üstə gələk. Mənfi 2 üstü n bölək n'dir. N plus 1'imiz isə 3 üstü n plus 1 üstə gələk. Mənfi 2 üstü n plus 1 bir dənə də n plus 1 eləyər. Bu limiti yazmaq üçün nə edirik? Deməli, n plus 1 n'in limiti 1 eləyər. Onu qoydum kənara. Qüvvət olan halda nə edirdik? Qüvvət olan halda biz ən böyük qüvvətə bölürdük. Və burada bizim ən böyük qüvvətimiz nədir? 3 üstü n plus 1'dir. 3 üstü n'ə də bölsəm olar. Hər ikisində ortaqdır bu. 3 üstü n hər ikisində ortaqdır. Burada qalar 1. Üstə gələk. Mənfi 2 bölək 3 üstü n. Bu kəsrədə də olduğuna görə onsuz da sıfıra gedəcək. Burada isə qalır 3. Üstə gələk. Mənfi 2 üstü n plus 1 bölək 3 üstü n. Bu yenə də sıfıra gedəcək. Bu elə də böyük bir qiymət deyil əslində. Deməli, nə qaldım? Nə aldım buradan? 3də 1 aldım. Yaxşı, şimdi bu 3də 1'i harada nəzərə almaq lazımdır? Bu modul x plus 1'də. Deməli, modulda x plus 1 kiçikdir 3də 1'dən. Bunu açsam nə olar? X plus 1 kiçikdir 3də 1 böyükdür mənfi 3də 1. Və x kiçikdir 1 mənfi 3də 2 səhv etmirəmsə burada alacağım. Burada isə mənfi 3də 4 almalıyam. Yenə deyirəm, mən bunun uc nöqtələrini araşdırıb araşdırmamağı mənə verilən cavabların fərqliliyindən asılıdır ki, bu cavablarda neçə variant da var? Bir variant da var. Bir variant da varsa onda niyə araşdırım ki? Yəni artıq buna ehtiyacım yoxdur, yazmıram. Suallarımız nisbətən sadələşməyə doğru gedir. Sadələşmək tərəfindən ona görə yaxşıdır ki, artıq bəzi misallardan artıq təkrarlar yoxdur. Bu onsuz da tərifdir. Sıranın yığılan olması üçün x çıx modul x kiçikdir x0 bərabərsizliyi ödənilməlidir. Yəni bayaqdan da bizim riayət etdiyimiz qayda ilə buna istinadən olaraq aparılırdı. 39 nömrəli sualda yığılan olmasını araşdırın deyir və x birdən böyük bir ədəddir və köməkçi məqsəd olaraq da bizə belə bir ifadə verir. Bu ifadə nəyə yarayır? İfadə ondan ibarətdir ki, 2 dənə ayrı-ayrı bizə sıra verilibsə və burada nə istifadə edə bilirik? Əgər böyük olan sıra yığılandırsa, onda kiçik olan sırada yığılandı və kiçik olan sıra dağılandısa, onda böyük olan da dağılandı. Yəni qayda belədir. Qısa olaraq u və UN və VN. Belə bir açıqlama verim sizə. Əgər VN yığılandırsa, onda UN də yığılandır. Əksinə, əgər UN dağılandırsa, onda VN də dağılandır. Yəni, belə bir əlamət olmalıdır. Hətta mühazirədə teorim şəklində də bunu rast gələ bilərsiniz. Və burada bizim böyük olan sıramız yığılandır. Böyük olan sıra yığılandırsa, onda sizə verilən kiçik olan sıra da yığılandır deyə bilərsiniz. 40 nömrəli sual, yenə də radius soruşulur, yenə də asan bir şeydir.
bayaqdan yazdığınız suallardandır. Ümidvaram ki artıq bunu anlayırsınız. 1 böl n, bu da 1 böl n plus 1. Burada nə qalır? N plus 1'in n-ə nisbəti. Bu limit nəyə gedir? 1'ə gedir. Yığılma radiusumuz oldu 1. Artıq sürətli şəkildə bunların bir çoxsunu yaza bilirik. Burada bir dənə maraqlı sualımız var. Bunu almağa çalışaq. R-i tapaq. R. Sin bölək sin plus 1. Olar mən bunu məxrəcə salım? Olar da. -9 üstündə n deyirəm buna. Onda bu birisi -9 üstü n plus 1 olar. Düzdür? Bərabərdir. Burada nə alıram mən? Düzdür, əslində biz burada limitə -9 deyə bilərik. Amma radius olaraq biz həmişə təbii ki, müsbət qiymət qəbul etdiyimizə görə mən bu limiti 9 ilə davam edə bilərəm. Və x-in kvadratına baxırıq burada. X kvadrat nədən kiçikdir? 9-dan kiçikdir. Onda x hansı aralıqda olar? X 3 ilə -3 arasında olur. Sıranın yığılma oblasına daxil olan x-in ən kiçik qiymətini təyin eləyin. Eləyək. Yenə də həmən qaydadır. Sadəcə intervala daxil olan ən kiçik ədədi almalıyam burada. Cn plus 1. 1 bölək 3 üstü n plus 1. Tərsinə olanda da olacaq. 1 burada. 3 üstü n plus 1. N plus 2. Limit. Bu limitdən nə qalacaq? Bu limit 3'ə bərabər olacaq. Və bizim burada modul x-imiz var. Modul x kiçikdir 3, böyükdür. Daha doğrusu modul x-i atım. X kiçikdir 3, böyükdür -3. Deməli bizim intervallarımız -3 və 3 aralığında olur. Yəni x-in qiymətləndirmə hissəsi bu hissəyə daxil olduğu üçün ucu nöqtələrdə bu sıra yığılandır. Ucu nöqtələrdə sıra yığılan olduğu üçün biz -3'ü qəbul edirik. Sıranın yığılma intervalını tapın. Bu eynən bayaqki misaldandır deyə bilərik. Cn plus 1. Amma bir dənə də qayda var. R üçün 1 bölək kök altında Cn belə bir limitdə hesablaya bilərik. Yəni, bu qaydanı da hesablaya bilərik. Tamam, eyb yox. Bundan əvvəldən yazmışamsa qoy, bundan da davam eləyim. 4 üstü n plus 1. Elə buradan 4'də 1 qalır. Düz bunların hamısı limitdir. Mən bunları qısa şəkildə yazıram da. Limitdən 4'də 1 qalır. Limitdən 4'də 1 qalırsa burada bizim nəyimiz var idi? Bir dənə ona fikir verək. X kvadratı ilə idi. Bax, onu diqqət eləyək. X burada kvadratı ila'dır. X'in kvadratı kiçikdir 4'də 1'dirsə, onda x nə olur? X'i 2'də 1 və -2'də 1 arasında qəbul edə bilərik. 2'də 1 və -2'də 1. Cavabımız da bu qayda ilədir. 44 nömrəli sual. Sıranın ümumi həddi. Çox asan sualdır əslində. Sadəcə ardıcıllığa bir dənə diqqət eləsəz aydın olar. Bu birinci hədd, bu ikinci hədd, bu üçüncü hədd, bu dördüncü hədd və bu qayda ilə. Fikir verirsiniz, həddin nömrələri ilə məxrəcdəki qüvvətlər eyni gedir. 4-dürsə 3 üstü 4. Deməli, ümumi qaydada sürətdə olmalıdır 3 üstü n. 3 üstü n-də bir çox variantlarda var. Bəs sürət nə ilə gedir? Sürət hansı qayda ilə gedir? N-ə verdiyimiz qiymət, baxın, 2'yə vurulub, 1 çıxılıb. 1 verəndə 1 eləyir. N-ə 2 versək 3 eləyir. N-ə 3 versək 5 eləyir. Bu qayda ilə. Deməli, onda bu birinci ilə sizin düzgün cavabınızdır. Sıranın cəmi. Bu maraqlı sualdır əslində. Burada sıra özü hədləri nədən ibarətdir? Bir dənə diqqət eləsək ki, bu sıra hədləri nədən ibarətdir? Bunu çox rahatlıqla həll edə bilərik. Birinci həddimiz nə olur? N-ə 1 versək 3 vurulsun 6. Üstə gələk. N-ə 2 versəm olar
6 vurulsun 9. Düzdür? Üstə gələk və s. və s. Və bu qayda ilə davam eləsəm 1 böl 3n vurulsun 3n plus 3. Və bu qayda ilə davam edir. İndi bu tipli vurmanda siz bilirsiniz. Məxrəcin fərqini yazırdınız qabaqda. 3də 1 yazırdınız. 6 çıx 3 3 eləyir. 9 çıx 6 3 eləyir. Bu hər bir həddin fərqi eynidir. Və içəridə yazırdınız bunların fərqi şəklində. 3də 1 çıx 6da 1 üstə gəl 6da 1 çıx 9da 1 üstə gəl və s. və s. və s. 1 böl 3n çıxaq 1 bölək 3n plus 3. Hamısı islah olur bir-biri ilə, qalır birinci hədd və sonuncu hədd. Belə bir şey qalır. İndi burada təbii ki sıranın cəmini tapanda biz limit hesablayırıq, düzdürmü? Limit hesablayanda burada n yalnız sonda var. N sonsuzluğa gedəndə də bu sonuncu limit sıfıra gedir. Deməli bizdə nə qalır yalnız? 3də 1 vuraq 3də 1, 9da 1. Bundan elə bir neçə dənə də sual olacaq əslində. Sıranın yığılan olmasını araşdırın. Sıranın yığılan olması yenə də SN vasitəsilə, bir də ki burada bu işarəsi növbələşən sıra olduğu üçün modul altına da baxsaq, modul altı ifadəniz də mütləq qiymətcə yığılan olur. Ona görə sıramız mütləq yığılan sıra hesabı olur. Sıranın yığılma radiusu yenə də bayaqdan yazdığımız suallardandır. 1 böl n SN-inizdir. 1 böl n plus 1 isə SN plus 1-imizdir. N plus 1-in n-ə nisbəti bu limit nəyə gedir? 1-ə gedir. N sonsuzluğa gedəndə. Deməli, yığılma radiusumuz 1-dir. 48 nömrəli sual asan sualdır. Sıranın ümumi həddini istəyir. Yenə deyirəm, bu sıraların ümumi hədd istənəndə sizdən nömrələri ilə düz gedin. 1, 2, 3, 4. Baxın, burada qüvvətlər nömrələməklə düz gedir. Qüvvətlər. Deməli, qüvvətlərdə n-lər iştirak edir. Bu səhvdir. Burada 2 idi. Sonra sürətlə məxrəcə baxaq. N 1 olanda sürət 2 oldu. N 2 olanda sürət 3 oldu. N 3 olanda sürət 4 oldu. Deməli, sürət nədir? Bir dənə artıqdır. Düşdük məxrəcə. Məxrəcin prinsipinə baxsaq, bax, 4-dən 13-ü necə ala bilərəm? Ya 3-dən 10-u necə ala bilərəm? 3-ə vurub üstünə 1 gələrəm. 3n plus 1. Hər birisində yoxlasaz, 2-ni 3-ə vursam 6 plus 1, 1-i 3-ə vursam üstünə 1 gəlsəm 4. Yəni bu qayda ilə də ümumi həddi cavablarda axtarda bilərsiniz. Ya özünüz də məsələn yanaşmanızla yaza bilərdiniz. Bu sual tipindən bayaq bir dənə izah elədim. İndi bir dənə də aydınlıq olsun deyə deyirəm. Bax, hər birisinin fərqi görürsünüz 2-yə bərabərdir. Bütün hədlərin fərqi 2-yə bərabərdir. 2də 1-i verdik əvvələ və bunu kəsr şəklində yazırıq. 1də 1 çıxaq, 1də 3 üstə gəl. Daha doğrusu 3də 1, 3də 1 çıx, 5də 1 üstə gələk və s. və s. Üstə gələk 1 böl 2n minus 1 çıxaq 2n plus 1. Abituriyent olub hazırlaşanda bunların hamısını siz eləmişdiniz. İslah olunur, qalır birinci hədd və sonuncu hədd. Sonuncu həddin limiti n sonsuzluğa yaxınlaşanda 0-a yaxınlaşır. Qalır burada 1 vurulsun 2də 1 və bu cavab da 2də 1 eləyir. Sonlara doğru gəlmək artıq vəziyyətindəyik. Yəni, bu ədədi sıralarınız bitmək üzrədir. Sıra nə zaman növbəsi dəyişən sıradır? İşarəsi dəyişir. Növbə ilə sıranın işarəsi nə vaxt dəyişir? Sıranın işarəsindəki qüvvət tək ədəd olmalıdır ki, biz bunu araşdıraq. Çünki -1-in qüvvəti cüt olanda, -1-in cüt qüvvəti həmişə müsbət 1-ə bərabər olur. Bax, görürsünüz, cüt ədəddir, cüt ədəddir, cüt ədəddir. Cüt olanda burada -1-in olub-olmamasının heç bir rolu yoxdur. Həmişə müsbət 1 edir. Yalnız burada birincidə işarə növbələşə bilər. Q-nun hansı qiymətinə yığılandı? Bu sonsuz azalan həndəsi silsilə kimi qəbul etsək, Q nə olmalıdır? Q 1-dən kiçik olmalıdır ki, bu sıranız yığılsın. 52 nömrəli sual və nəhayət sıralar bitdi. Sıralarla bağlı sonuncu sualınız. Sıranın yığılma olması üçün əsas şərt odur ki, limiti 0 eləsin. Limitin 0 olması əsas şərtdir. 1 olması yox, 0-dan fərqli olması yox. 2 haldadır.
Deməli, sıranın yığılan olması üçün şərt odur ki, limit 0-a bərabər olsun. Bir də ki, bu hədlərin növbələşməsi şərti ödənsin. Ona görə də cavab olur birinci. Bu qədər.